Python dilində yazılmış proqramın nəticəsi müəyyən edin. Bizə burada mürəkkəb bir budaqlanma alqoritmi var, yəni budaqlanan bir alqoritm var. Gəlin baxaq. 2 ədəd dəyişən təyin edilib A ilə B. İlkin qiymətləri 10 və 30-dur. Daha sonra şərtdə yoxlayır. Deyir ki, A 10-dan böyük bərabərdirmi? Böyük deyil, amma bərabərdir. Ona görə nə olur? Şərt ödənir və onun tabındakı if şərtinə baxırıq. A 30-dan kiçikdirmi? Bəli, kiçikdir. Ona görə nə edirik? Baxın, burada, bu hissədə B-nin qiymətini artırırıq. B-nin qiymətini neçə edirik? 2-yə vururuq. Yəni A-nın 2-misinə bərabər edirik. Edirik bunu 20. Daha sonra bir dənə şərtimiz var. Deyək, B 20-dən böyükdürmü? Böyükdür B 20-dən. Yox. Ona görə nə edirik? Onun tabına artıq baxmırıq. Gəlirik A-nın üzərinə B-ni gəlirik. Yəni ki, onun üzərinə 20-ni gəlib A-ya mənimsədirik. A-nın yeni qiymətini 30 edirik. Buradakı else baxmırıq. Else baxmama səbəbimiz nədir? Çünki bu if ödənim. Ona görə else baxmırıq. Amma bu B-yə baxırıq. Çünki nədir? If-lə eyni hissədədir. Yəni eyni səviyyədədir. Deyir, B-nin yeni qiyməti bərabərdir. A üstə gəl 10. Yəni ki, nəyə bərabərdir? 40-a bərabərdir. Bunu da icra etdikdən sonra bu else baxarıqmı? Yox, baxmarıq. Nəyə görə? Çünki bu else bu if tabı ödənmədikdə işləyərdi. Ödəndiyi üçün artıq ona da baxmırıq. Birbaşa print hissəsinə gəlirik və printdə də B-ni çap edirik. Yəni ki, cavabımız olur Y variantı 40.